Axşamınız xeyirli olsun. Yeni iş həftəsində hər kəsi salamlayırıq. Sizinlə mənəm mikrofon önündə aparıcınız Samirə və bugün studiyamızda sağlamlığımız üçün görünməz bir sipərdən, epidemiya əleyhinə tədbirlərdən danışacaq. Bəzən bir tibb maskası olsun və yaxud elə bir damcı dezinfeksiya məhlulu olsun. Cəmi 20 saniyəlik elə əl yuma qaydasında bura əlavə etsək, biz demək olar ki, öz həyatımızı dəyişə bilirik bunun sayəsində və sağlamlığın sadə vərdişlərlə necə qoruna biləcəyini bilmək üçün, araşdırmaq üçün təbii ki, bugün də Sağlam Radioda, Sağlam Həyatda qonağımız var. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmailova ilə bugün sizə danışacağıq epidemiya əleyhinə tədbirlərdən. Bu tədbirlər hansılardır və təbii ki, hər kəsin də mənə gəlir ki, bu maraqlı mövzuya qulaq asması lazım gələcək. Çünki gündəlik həyatımızda biz bəzən doğrudan da özümüzü qoruya bilmirik. İndi üzü qışa gedərkən də hər hansı bir epidemioloji vəziyyətin siqnalı və yaxud da ki, təhlükəsi varmı, onu da bir soruşacağıq bugünkü qonağımızdan və sizə də bununla bağlı bir sual ünvanlayırıq. Elə indidən etibarən epidemiya əleyhinə görülən tədbirlər haqqında siz nəyi bilmək istəyirsiniz? 055 93 490 93-də gözləyirik həmişəki kimi suallarınızı və Aygün xanım, xoş gəldiniz. Axşamınız xeyir, xoş gördük. Axşamınız xeyirli olsun. Mən təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəlmisiniz gərgin iş günündən sonra. Və maraqlıdır, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin əsas funksiyaları hansılardır? Bizim şöbənin əsas funksiyası Respublika ərazisində qeydə alınan bütün infeksion xəstəliklərə nəzarət etmək, həmin xəstəliklərə qarşı profilaktik tədbirlər görmək və əlbəttə ki, əhalini bu xəstəliklərə qarşı peyvəndlə təmin etməkdir. Əsasən xəstəliklərdən hansını vurğulayardınız ki, tam olaraq şöbə onlara nəzarət edir? Belə deyim, yəni ümumiyyətlə dediyim kimi bütün yoluxucu xəstəliklərə nəzarət eləyir, amma peyvəndlə idarə olunan xəstəliklərə, məsəl üçün qızılca, epidemik paratit, məxmərək, göy öskürək, difteriya, tetanus kimi, polimit kimi xəstəliklərə nəzarət mərkəzin birbaşa nəzarət altındadır. Yəni sadaladıqlarınız infeksion xəstəlikləri? İnfeksion xəstəliklərdir, hansılar ki, peyvəndlə idarə olunur. Yəni bunların qarşısını biz peyvənd olunmaqla ala bilərik. Yaxşı, fəaliyyət planı bəs hansı müddətlər üzrə tərtib olunur? Aylıqmı yoxsa? Belə deyim də, ümumiyyətlə hər ilin sonu biz növbəti il üçün şöbə olaraq, hər bir şöbə olaraq növbəti il üçün fəaliyyət planı hazırlayır. Ki bu fəaliyyət planında da biz müxtəlif fəaliyyət növləri öz əksini tapır. Və hər bir fəaliyyət növündə özünə uyğun olaraq yerinə yetirilmə vaxtı olur. Ki bu aylıq da ola bilər, illik də ola bilər. Hətta elə fəaliyyət növü var ki, bu həftəlik olur ki, biz də il ərzində həmin fəaliyyətləri yerinə yetirdikcə onların yerinə yetirilməsi qiymətləndirilir. Və əgər ehtiyac olarsa, fəaliyyət yenilənir, təzələnir. Zonalar üzrə, məsələn, bölgələr üzrə götürsək, regionlar üzrə götürsək, necə təyin edə bilirsiniz ki, məsələn, bu bölgə daha çox risk zonasındadır? Zonalar üzrə də risk zonalarının ayrılması bu kompleks təhlillər nəticəsində aparılır. Yəni, burada bir neçə meyar əsas götürülür. Bunlardan ilk növbədə ən əsası əlbəttə ki, epidemioloji amillərdir. Yəni, epidemioloji amil deyildə nəyi nəzərdə tuturuq? Həmin ərazidə xəstələnmə göstəricilərinin səviyyəsi, ondan sonra əhalinin peyvəndlə əhatə faizi, daha sonra əhalinin yaş tərkibi, cins tərkibi və yaxud da həmin ərazidə yaşayan risk qruplarının sayı nə qədərdir? Yəni, bunlar hamısı epidemioloji təhlil nəticəsində öyrənilir. Daha sonra həmin ərazinin ekoloji təhlili aparılır. Yəni, orada həmin ərazi üzrə havanın və suyun çirklilik səviyyəsinə baxırıq, torpağın keyfiyyətinə baxılır, orada tibbi tullantıların xaric olunmasına baxılır və həmin ərazinin sosial-iqtisadi amilləri, yəni oradakı əhalinin gəlir səviyyəsi olsun, tibbi
deməli tibbi yardıma çıxış səviyyəsi olsun dəyərləndirilir. Həmçinin də ən sonda təbii və texnogen deməli səviyyəsi öyrənilir ki, ərazi ola bilər ki, dağlıq ərazidir və yaxud da quraqlıq ərazidir, ola bilər sürüşkən ərazidə yerləşir ki, bunlar hər biri risk zonalarının təhlil olunmasına böyük təsir göstərir və bunların hər birində öyrənilməsi həm əhalinin sağlamlığının qorunmasına təsir eləyir, həm də müvafiq profilaktik və fövqəladə tədbirlər zamanı planların hazırlanması üçün bizə elmi əsas verirlər. Digər qurumlarla da əməkdaşlıq edirsiniz? Digər qurumlarla bəli, əlbəttə ki, əməkdaşlıq edirik. İlk növbədə deməli müalicə müəssisələri ilə əlbəttə ki, tibbi qurumlarla sıx əməkdaşlıq eləyirik. Belə ki, hər hansısa bir tibb müəssisəsində hər hansısa bir infeksion xəstəlik qeydə alınarsa, birbaşa rayon gigiyena epidemiologiya mərkəzlərinə mütləq şəkildə məlumat verilir. Həmçinin də məsələn zoonoz infeksiyalar zamanı, eyni zamanda qida zəhərlənmələri zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə, eyni zamanda Baytarlıq İdarəsi ilə də sıx əlaqələr qururuq. Və digər suallarımız da olacaq sizə əlbəttə ki, irəliləyən dəqiqələrdə, amma mənim üçün də həm də fəaliyyətlə bağlı maraqlıdır ki, məsələn, görülən iş, fəaliyyət, onun effektivliyini qiymətləndirmək üçün hansısa bir göstərici varmı burada? Nədən istifadə olunur? Hansı göstəricilərdən istifadə olunur Aygün xanım? Fəaliyyətin effektivliyini qiymətləndirmək üçün əlbəttə ki, söhbət yəni biz xəstəliyə nəzarət gedirsə, ilk növbədə biz ümumi xəstələnmə göstəricilərini nəzərə alırıq. Yəni ərazi üzrə ümumi xəstələnmə göstərici nə qədərdir? Eyni zamanda burada yoluxucu və qeyri-yoluxucu xəstəliklərin göstəriciləri nəzərə alınır. Ölüm göstəriciləri nəzərə alınır. Hər hansısa bir xəstəliyin aşkar olunma tezliyi, yəni bir xəstəlik var və bu xəstəliyi biz nə qədər tez bir zamanda aşkarlayıb onun qarşısını ala bilərik. Daha sonra peyvəndləmə faizi, peyvəndləmə əhatəsi nəzərə alınır. Əhalinin həmin xəstəlikdən sağalma və yaxud da belə deyim, təkrar xəstələnmə göstəricisi, eyni zamanda da əmək qabiliyyətinin bərpa olunma göstəriciləri. Yəni bu göstəricilərin hər biri ayrı-ayrılıqda bizim fəaliyyətimizin effektivliyini, keyfiyyətini bizə göstərir. Aygün xanım, infeksion xəstəliklər özü necə qeydiyyata alınır ümumiyyətlə? İnfeksion xəstəliklər, əgər hər hansısa bir tibb müəssisəsində infeksion xəstəlik qeydə alınırsa, yəni vətəndaş müraciət elədi tibb müəssisəsinə və ona infeksion diaqnoz qoyulursa, bu zaman deməli hər bir tibb müəssisəsi rayon və yaxud da şəhər gigiyena epidemiologiya mərkəzinə 24 saat ərzində təcili bildiriş vərəqi verilməlidir. Yəni yoluxucu xəstəliyin qeydə alınması barəsində təcili bildiriş vərəqi verilir. Və hətta Səhiyyə Nazirliyinin prioritet, yəni xüsusi təhlükəli infeksiyaların siyahısı olan əmri vardır ki, bu əmrə əsasən də həmin sırf bu xüsusi təhlükəli infeksiyalar qeydə alındıqda məlumat telefon və 6 saat ərzində telefon vasitəsilə, 12 saat ərzində də həmin təcili bildiriş vərəqi vasitəsilə verilir. Eyni zamanda da bunu da qeyd etmək istəyirəm ki, hər bir tibb müəssisəsində ümumiyyətlə yoluxucu xəstəliklərin qeydiyyatı üzrə jurnal olmalıdır ki, hər bir yoluxucu xəstəlik qeydə alındıqda o jurnala da mütləq qeydiyyat aparılmalıdır. Təcili bildiriş sistemi. Bəli, yəni, təcili bildiriş sistemi həmin o təcili form 58 dediyimiz təcili bildiriş vərəqindən ibarətdir. Xəstəlikdə yəni bağlı ilkin məlumatlar bu sistemdə... İlkin məlumatlar, bəli, o vərəq üzrə doldurulur. Yəni orada müəyyən suallar vardır ki, hansı ki vacib suallardır. O sualları tibb müəssisəsi mütləq şəkildə doldurmalıdır və orada belə deyim, ilkin diaqnoz qoyulur. Ola bilər ki, ilkin diaqnoz qoyulub, amma müəyyən laborator müayinələrdən sonra həmin diaqnoz təsdiq də oluna bilər, inkar da oluna bilər. Ona görə də təcili bildiriş vərəqi birincili və ikincili olaraq hətta göndərilə bilər rayon gigiyena epidemiologiya mərkəzlərinə. Yəni ilkin olaraq şübhəli kimi hər hansısa bir diaqnoz qoyulursa, daha sonra həmin diaqnoz inkar olunduqda ikincili olaraq həmin təcili bildiriş vərəqi yekun diaqnoz qoyularaq yenidən göndərilir. Dinləyicilərimizə bir daha üst tuturuq. Epidemiya əleyhinə görülən tədbirlər haqqında nələri bilməliyik? Bu sualla sizə də müraciət etmişik. 055 93 490 93 WhatsApp nömrəmizə yazıb göndərə bilərsiniz. İlk dinləyicimizdən hətta mesaj da gəlib. İstəyirəm ki, elə Aygün xanıma onu ünvanlayım. Deməli 3801 yazır ki, pandemiya ilə epidemiya arasında fərq nədir? Onu bilmək istəyərdik. Axşamınız xeyirli olsun.
Təşəkkür edirəm səsləndirdiyinizə görə. Əlbəttə ki, bu əslində çox belə dəyişik salınan bir termindir, həm pandemiya, həm epidemiya. Amma yəni ən sadə dillə belə deyək də, pandemiya müxtəlif ölkələrdə, yəni bir infeksion xəstəliyin müxtəlif ölkələrdə və hətta qitələrdə yayılması deməkdir. Necə ki, biz yaxın zamanlarda COVID-19 məsəl üçün pandemiyası ilə üzləşdik. Bilirsiniz ki, bir sıra ölkələrdə qeydə alındı bu xəstəlik, eyni zamanda da bizim ölkəmizdə qeydə alınmışdı. Yəni bu artıq pandemiya idi. Total olaraq bəli, yəni çox ölkələrdə, müxtəlif qitələrdə yayılırsa, eyni zamanda da bizim ölkəmizdə də qeydə alınır və bu artıq pandemiya adlanır. Lakin epidemiya dedikdə isə, epidemiya müəyyən ölkədə, yəni müəyyən bir ərazidə, hər hansı bir xəstəliyin müəyyən bir ərazidə yayılmasıdır. Yəni və yaxud da belə deyim, müəyyən bir qrup daxilində yayılması. Deyək ki, məktəbdə məsəl üçün müəyyən siniflərdə müəyyən bir xəstəlik yayılmışdır. Bunun özü də bir epidemiya adlanır. Yəni pandemiya daha geniş bir məfhumdur. Bəli, bir halda ki, söhbət COVID-19-dan da düşdü. Demək ki, biz irəliləyən dəqiqələrdə həm də peyvənd mövzusuna toxunacağıq mütləq şəkildə. Çünki mövsümi xəstəliklər də bizi gözləyə bilər irəliləyən ay ərzində, dekabr, qış ayı olduğuna görə artıq bir çox insanlarda həmin o qripə xəstə olan xüsusiyyətləri, necə deyirlər, əlamətləri hiss eləyirik Aygün xanım və biz birazdan buna toxunacağıq daha geniş şəkildə və mən də dinləyicilərimizə buradan üst tutub söyləmək istəyirəm. Siz də aktiv olun və suallarınız varsa, nə sizi maraqlandırırsa, yazın, göndərin suallarınızı, biz də səsləndirək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri bugün suallarımızı cavablandıracaq. Aygün İsmailova, mövzumuz da bayaq da səsləndirdik, epidemiya əleyhinə tədbirlər barəsindədir. Qayıdacağıq. Bugün danışacağımız mövzu isə ümumiyyətlə maraqlıdır. Həm maraqlıdır, həm də aktualdır. Epidemiya əleyhinə tədbirlərdən danışırıq və ən əsas necə edək, hansı tədbirləri görək ki, necə deyirlər, hər günümüz təhlükəsiz keçsin. Bugün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin elə Epidemiologiya şöbəsinin müdiri Aygün xanım İsmailova bizimlə bərabər olacaq. Artıq verilişin birinci hissəsini dinləmisiniz. Bir neçə suallarımız da indi var bizim qonağımıza və sizin də sualınız varsa 055 93 490 93-də gözləyirəm WhatsApp nömrəmizdə. Aygün xanım, biraz əvvəl biz danışdıq deməli xəstəliklər barəsində, necə daxil olur bu xəstəliklərlə haqqında məlumatlar, hansı formada daxil olur və indi öyrənmək istəyirəm. Həmişə də mənim üçün maraqlı olub. Məsələn, necə gəlir bu statistika? Filan xəstəliyin məsələn artıq faiz etibarilə çoxluğu nəzərə çarpır. Yəni sizin şöbənizə yəqin ki, bunlar hamısı toplanır. Mənə maraqlıdır bu sistemin işi hətta. O zaman diqqətlə dinləyək sizi, siz danışın, biz qulaq asaq. Deməli, az öncə də qeyd elədiyim kimi, hər hansı bir tibb müəssisəsində yoluxucu xəstəlik qeydə alındığı zaman həmin tibb müəssisəsi rayon gigiyena epidemiologiya mərkəzinə bu barədə təcili bildiriş vərəqi verilir. Bu bildiriş vərəqi xəstəliyin növünə asılı olaraq 24 saat ərzində və yaxud da xüsusi təhlükəli infeksiyadırsa, o zaman 12 saat ərzində həmin təcili bildiriş vərəqi rayon gigiyena epidemiologiya mərkəzinə verilir. Rayon gigiyena epidemiologiya mərkəzləri öz növbələrində bu məlumatı həm 60 saylı yoluxucu xəstəliklərin qeydiyyat jurnalı deyilən jurnallara qeyd edirlər, eyni zamanda da bizim yoluxucu xəstəliklərin qeydiyyatı üzrə elektron sistemimiz var. Bu, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi adlandırılan bir elektron sistemdir ki, həmin elektron sistemə bütün Respublikanın rayon, şəhər gigiyena epidemiologiya mərkəzlərinin girişi var və Respublika Gigiyena Epidemiologiya Mərkəzi olaraq da bizim özümüzün girişimiz var. Həmçinin də bu sistemə müəyyən tibb müəssisələrində girişləri var. Yəni ki, bəzi tibb müəssisələri infeksion xəstəliklər qeydə alındıqda həm deməli təcili bildiriş vərəqini rayon şəhər gigiyena epidemiologiya mərkəzinə verir, eyni zamanda da həmin qeydə alınan xəstəliyi həmin elektron sistemə özləri daxil olaraq həmin xəstəliyi də bu sistemə daxil edirlər. Və yaxud da əgər müəssisə özü daxil edə bilmirsə, o zaman yerlərdə rayon, şəhər gigiyena epidemiologiya mərkəzində olan epidemioloqlar özləri sistemə daxil olaraq qeydə alınan infeksion xəstəliyi bu sistemə daxil edirlər. Sistemə xəstəliyi daxil edirlər dedikdə nə başa düşürük? Yəni burada daxil olunur həmin xəstənin məlumatları, ad, soyad,
yaşı, cinsi, yaşadığı ünvan daxil edilir, hansı xəstəlik qeydə alınıb, xəstəliyin ilkin əlamətləri nə vaxt müşahidə olunub, xəstə qospitalizasiya olub və yaxud da olmayıb. Həmçinin xəstənin ailə təmasları aydınlaşdırılır, təmaslar qeydə alınır. Bu təmas dediyim, yəni həm ailə təması ola bilər, həm iş yeri təmasları ola bilər və həmin epidemioloji ocaqlarda görülən tədbirlərdə hər biri bu sistemə daxil edilərək məlumatlar doldurulur. Və daha sonra həmin bu məlumatlar əsasında biz, yəni Respublika Gigiyena Epidemiologiya Mərkəzinin epidemioloqları aylıq statistik məlumatlar çıxardırıq. Yəni Respublika ərazisində həmin deyək ki, bir ay ərzində qeydə alınan bütün infeksion xəstəliklərin statistik məlumatlarını yəni bu bazadan götürülən məlumat əsasında biz hazırlayırıq. Deyək ki, birdən gecikmələr baş verdi. Yəni qeydiyyata alınmada mı deyim, başqa səbəblərdən olsun. Bunun səbəbini ümumiyyətlə nədə görürsüz? Niyə baş verir bu gecikmələr? Gecikmə əlbəttə ki, baş verə bilər. Yəni bu gecikmə əgər rayon şəhər gigiyena epidemiologiya mərkəzinə məlumatın verilməsində gecikmə yaranırsa, bu artıq tibb müəssisəsi tərəfindən, yəni infeksion xəstəliyin qeydə alındığı tibb müəssisəsi tərəfindən görülən bir gecikmədir ki, bu da insan faktoru rol oynaya bilər. Yəni hər hansısa bir belə deyim, işçinin və yaxud da işçilərin məsuliyyətsizliyindən irəli gələ bilər. Ya nə bilim, yəni insan da unuda bilər və yaxud da xəstədir, başlı xəstəyə qarışa bilər. Həmin təcili bildiriş vərəqini bizə verməyi gecikdirə bilər. Amma biz ən azından həmişə onu bildiririk ki, təcili bildiriş vərəqini verəndə hər hansı bir gecikmə yaranırsa, yəni hər hansı bir problem varsa, ən azından telefon vasitəsilə də həmin rayon şəhər gigiyena epidemiologiya mərkəzinə ilkin növbədə məlumat çatdırılmalıdır ki, eyb yox, daha sonra təcili bildiriş vərəqində də məlumat gəlsin. Bu gecikmələrlə bağlıdır. Bəli. Bir də var bildiriş verməyən tibb müəssisələri. Onlar haqqında artıq mənə gəlir ki, şifahi nəsə bir xəbərdarlıq yəni lazım gəlməyəcək, daha ciddi tədbirlər görmək lazım olacaq. Yəni, yoxsa necədir? Tibb müəssisəsində təcili bildiriş verilməsi ilə bağlı əgər problem varsa, bu gecikmədirsə və yaxud da ümumiyyətlə verilmirsə, ilkin növbədə əlbəttə ki, xəbərdarlıq olunur. Yəni bu xəbərdarlıq şifahi də ola bilər, yazılı xəbərdarlıq da ola bilər. Bəli. Yəni məsul şəxslər müəyyən edilir, yəni kim məsul idi və şifahi və yaxud da yazılı xəbərdarlıq olunur. Amma hadisə əgər təkrarlanırsa, yəni artıq davamlı şəkildə olursa, bu zaman əlbəttə ki, inzibati cərimə tədbirləri də görülür. Yəni tədbirlər görülür istənilən halda. Mütləq şəkildə. Çünki yəni təcili bildiriş vərəqinin verilməyi, dediyim kimi, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiqlənib. Yəni bu əmr əsasında görülməli bir işdir. Elektron sistemlərdən istifadə səviyyəsi necədir Aygün xanım? Elektron sistemlərdən istifadə səviyyəsi yüksək səviyyədədir. Yəni dediyim kimi bizim həm yoluxucu xəstəliklərin elektron qeydiyyat sistemi var. Həm də bundan əlavə peyvəndlə bilirsiniz ki, bizim şöbənin, bizim idarənin əsas deməli prioritet nöqtələrindən biri də əhalinin peyvəndlə əhatə olunmasıdır. Ona görə də həm yoluxucu xəstəliklərin qeydiyyatı üzrə ayrıca bir sistemimiz var. Həmin bu yoluxucu xəstəliklərin elektron müşahidə sistemi ki, biz artıq 2010-cu ildən bu sistemlə işləyirik ölkə üzrə və həm də peyvəndlə əhatə faizini ölçmək üçün də deməli vahid elektron sağlamlıq sistemi deyilən bir elektron sistem vardır ki, bu sistemə də bütün peyvəndlə məşğul olan bütün dövlət tibb müəssisələrində bu sistemə giriş var. Yəni valideyn, vətəndaş övladını gətirdi müəssisəyə. Əgər həmin uşağa hər hansısa bir peyvənd vurulursa, deməli bu məlumat həmin vahid elektron sağlamlıq kartı sisteminə daxil edilir və daha sonra da biz, yəni yerlərdə şəhər, rayon gigiyena epidemiologiya mərkəzlərində və yaxud da Respublika Gigiyena Epidemiologiya Mərkəzində biz həmin sistemə nəzarət edə bilirik. Yəni ki, peyvəndlə əhatə faizi necədir? Yəni həqiqətənmi məsəl üçün bu müəssisədə 5 uşağa peyvənd vurulub və bu 5 uşağa peyvənd vurulubsa, həqiqətənmi bu məlumat həmin elektron sistemdə də öz əksini tapır və ya yox? Xəstəlik ocaqlarında bəs nəzarət tədbirləri necə həyata keçirilir? Xəstəlik ocaqlarında nəzarət tədbirləri bu həm sanitar gigiyenik cəhətdən aparılır, həm də epidemioloji tərəfdən aparılır. Yəni necə? Əgər hər hansısa bir ocaqda xəstəlik qeydə alınırsa, bu zaman tibb müəssisəsi
Gigiyena Epidemiologiya Mərkəzinə məlumat verir. Və artıq epidemiologiya mərkəzinə məlumat çatdıqdan sonra həkim epidemioloq həmin xəstəlik ocağına deməli gəlir. Və xəstəlik ocağına gəldikdən sonra da burada müəyyən tədbirlər aparılır. Hansı tədbirlərdir? İlk növbədə xəstə aşkarlandıqdan sonra xəstənin əlbəttə ki vəziyyətinə baxır. Əgər xəstə yüngül haldadırsa, evdə müalicə ala bilər, yəni evdə qala bilər. Yox, əgər xəstənin vəziyyəti ağırdırsa, artıq bu xəstə mütləq şəkildə qospitalizasiya edilməlidir. Daha sonra xəstənin təmasları aydınlaşdırılır. Yəni xəstəliyin inkubasiya dövrü müddətində məsəl üçün istər ailədə olsun, istər iş yerində olsun və yaxud da uşaqdırsa, deyək ki, məktəbdə, məktəbə qədər təhsil müəssisəsində kimlərlə təmasda, sıx təmasda olubsa, həmin təmaslar aydınlaşdırılır. Və həmin təmaslar aydınlaşdırıldıqdan sonra da adətən 7-21 gün ərzində həmin təmaslar üzərində də nəzarət aparılmalıdır. Həmin təmaslara nəzarət edilməlidir. Əgər ehtiyac olarsa, təmaslar arasında peyvənd işi aparıla bilər. Və xəstənin qeydə alındığı ocaqda dezinfeksiya tədbirləri mütləq aparılmalıdır. Əlbəttə ki, bu həm xəstə məsəl üçün qospitalizasiya olunubsa, yekun, yəni dezinfeksiya tədbirləri aparılır və yaxud da xəstə ocaqda qalıbsa, o zaman burada cari tədbirlər aparılır. Xəstənin əlbəttə ki, həkim infeksionistlər tərəfindən müalicəsi aparılır. Və artıq əgər ocaqda yeni xəstələnmə halları qeydə alınmırsa, bu ocaq tamamilə sağalmış ocaq sayılır. Dinləyicimizin də sizə sualı gəlib. Salam, axşamınız xeyir olsun. Qonağınızı da salamlayıram və sualım qonağınıza da yoluxma ocağında hansı təcili tədbirlər görülür? Çox sağ olun sualınıza görə. Yoluxma ocağında dediyim kimi ilkin tədbir yoluxma mənbəyinin aşkar edilməsi və həmin yoluxma mənbəyinin izolə olunmasıdır ki, yəni yoluxuculuq digər sağlam şəxsləri yoluxdurmasın. Həmin yoluxma mənbəyi izolə olunduqdan sonra da görülən ilk tədbirlər təmasların aşkarlanması və mütləq şəkildə həmin ocaqda dezinfeksiya tədbirlərinin aparılmasından ibarətdir. Təşəkkür edirik sualımıza cavab verdiyinizə görə Aygün xanım və mövsümi xəstəliklərin demək olar astanasındayıq. Yəni artıq hiss də edirik, deyərsək ki, bu bir nəfərdə yox, 2 nəfərdə yox, artıq hiss edirsən ki, ümumi olaraq bir mövsümi xəstəliklərə bir giriş edən bir vəziyyətdəyik ya. Yəni bu dəqiqə hansı evə baxırsan, dərmanlar var masanın üstündə, yəni etiraf eləyək və yaxud da ki, hər kəs kiməsə tədbir görmək barəsində məsləhətlər görür ki, həmin an, yəni xəstəlik nə qədər başlayıb, ilkin olaraq yardım etməyə çalışır ki, daha da şiddətlənməsin xəstəlik. Mövsümi xəstəliklərə qarşı biz özümüz hər hansı bir qabaqlayıcı tədbirlər görə bilərikmi? Ümumiyyətlə, hansı tədbirlər görülməsini daha çox tövsiyə edərdiniz? Belə deyək də, ilk növbədə mövsümi xəstəlik deyəndə nəyi nəzərdə tuturuq? Gəlin bunu aydınlaşdıraq. Yəni mövsümi xəstəlik müəyyən bir mövsümdə daha çox rast gəlinən xəstəliklərdir. Payız-qış mövsümündə kəskin respirator xəstəliklər, qrip xəstəliyi, yuxarı tənəffüs yollarının müxtəlif xəstəlikləri, su çiçəyi kimi xəstəliklər daha çox rast gəlinir bildiyimiz kimi. Və yaxud da yay aylarında bağırsaq infeksiyaları daha çox rast gəlinir ki, yəni buna görə də biz mövsümi xəstəlik deyilən bir mövsümü aydınlaşdırırıq. Hal-hazırda da payız-qış mövsümündə olduğumuz üçün təbii ki, yuxarı tənəffüs yollarının infeksiyaları, qrip xəstəliyi daha çox qeydə alınır və bu xəstəliyin də ən yaxşı profilaktik deməli qorunma yolu peyvəndləmədir. İlk növbədə əhalimizi peyvəndləməyə cəlb etmək lazımdır və qrip xəstəliyində də ən çox biz risk qrupları aydınlaşdırırıq ki, həmin bu risk qrupları ilk növbədə peyvənd almalıdırlar. Və peyvənddən əlavə də əlbəttə ki, sanitar gigiyenik tədbirlərini riayət etmək lazımdır. Yəni əllərin tez-tez yuyulması, fərdi qoruyucu vasitələrdən istifadə etmək, insanların çoxluq təşkil etdiyi, sıxlıq olduğu məkanlarda olmaqdan çəkinmək və yaxud da bu məkanlarda olursa mütləq şəkildə tibbi maskalardan istifadə etmək, həmin məkanların havasını tez-tez dəyişdirmək, olduğumuz otağı havalandırmaq, səthləri nəm üsulundan dezinfeksiya etmək, nəm üsulundan silmək tez-tez, mikrobları, virusları oradan qarşısını almaq üçün, yayılmasının qarşısını almaq üçün və ilk növbədə də əlbəttə ki, məsəl üçün payız-qış mövsümündə isə geyimimizi də fəslə uyğun etməliyik ki, yəni soyuq olmasın. Bundan əlavə də bol yuxu hər bir xəstəliyin əlbəttə ki, qarşısını almaq üçün mühüm bir tədbirdir.
bol vitaminli qidalarla qidalanmaq, bol maye qəbul etmək, bunlar hər biri bizim immunitetimizi qaldıracaq və bizi həmin bu mövsümi xəstəliklərdən qorumağa kömək edəcək. Dediniz ki, ən çox yayılan qripdir, Bəli, mövsümi hal-hazırda, xəstəliklərdən. bəli. Və söylədiniz ki, ən yaxşı yollar peyvənddən keçir. Əlbəttə. Qripə yoluxduqdan sonra peyvənd vurulmaq lazımdır, yoxsa elə qrip haqlamamış insanı, yəni vurulmalıdır peyvənd? Bir də təbii ki, maraqlandırır ki, ümumiyyətlə vurulmalıdır. Əlbəttə ki, hər bir nəinki qripə qarşı, hər bir xəstəliyə qarşı peyvənd xəstəliyi keçirtməzdən əvvəl vurulmalıdır. Yəni peyvəndin məqsədi nədir? İnsanları infeksion xəstəlikdən qorumaqdır. Ona görə də məsəl üçün əgər söhbət qrip xəstəliyindən gedirsə, qrip xəstəliyinin yayılması başlayır sentyabr-oktyabr ayından başlayır. Qrip xəstəliyi dekabr ayında yəni yüksək səviyyəyə çatır, aprel-may aylarına qədər davam edir. Yəni bunu da nəzərə alaraq yaxşı olar ki, elə sentyabr-oktyabr ayından başlayaraq artıq insanlar qrip əleyhinə peyvənd alsınlar. Aydındır. Vaksinin tətbiq edildiyi şəxslər respirator viruslarının hamısından azad ola bilirlərmi ümumiyyətlə? Yəni istənilən halda peyvənd kömək edirmi, yəni? Yəni hal-hazırda bizim ölkədə tətbiq olunan peyvənd 4 komponentli peyvənddir. Yəni bu peyvəndin tərkibində qripin A qrip ştamı və B qrip ştamı vardır ki, həmin peyvənd də insanları yalnız bu ştamlardan qoruyur. Amma peyvənd ildə bir dəfə yəni olmalıdır. Peyvənd özü ildə bir dəfə olunur. Yəni peyvəndin effektivliyi çoxdur. Sadəcə olaraq qrip xəstəliyi özü tez-tez dəyişən xəstəlik olduğuna görə ona görə də biz məsləhət görürük ki, ildə bir dəfə qrip peyvəndi olunsun. Amma hər il olunsun. Hər il ildə bir dəfə olunsun. Yəni belə deyim, peyvəndin özünün yaratdığı immunitet 6 ay davam eləyir. Hətta əgər hər hansısa bir insan istəyərsə 6 aydan sonra yenidən qrip peyvəndi ola bilər. Qrip peyvəndindən sonra bəs hər hansı bir əks təsir müşahidə edilə bilərmi? Gözləniləndirmi məsələn? Hər bir peyvənd vurulduqdan sonra müəyyən yan təsirlər olur. Bunlar hansılardır? Məsəl üçün, peyvənd vurulan yerdə hər hansısa bir qızartı, hər hansısa bir şişkinlik müşahidə oluna bilər və yaxud da qızdırma ola bilər ki, yəni bunlar çox belə deyim, qorxusu olmayan bir əlamətlərdir və qısa bir müddət ərzində də keçib gedən əlamətlərdir. Bəs Aygün xanım, məsələn, xüsusi təhlükəli infeksiyalar da var da, onlar aşkarlandıqda bu zaman eyni tədbirlər görülür, yoxsa başqa tədbirlər də həyata keçirilir, daha güclü deyək? Xüsusi təhlükəli infeksiya aşkarlandıqda həmin müəssisə, yəni biz əgər digər infeksiyalarda deyirik ki, onlar aşkarlandıqda tibb müəssisəsi 24 saat ərzində bizə təcili bildiriş vərəqi verməlidir. Xüsusi təhlükəli infeksiya aşkarlanarsa artıq 12 saat ərzində bu təcili bildiriş vərəqini verməlidir və bundan da əlavə 6 saat ərzində mütləq şəkildə telefonla bu məlumatı rayon, şəhər gigiyena epidemiologiya mərkəzinə verməlidir. Və əgər xəstə aşkarlanarsa, həkim infeksionist tərəfindən hər hansısa bir xüsusi təhlükəli infeksiya şübhə olarsa, belə bir diaqnoz qoyularsa, o zaman xəstə mütləq şəkildə izolə olunmalıdır. Yəni müəyyən bir boksda xəstəni yerləşdirmək lazımdır. Digər xəstələrdən belə izolə etmək lazımdır. Və həmin xəstələrin diaqnozu dəqiqləşdirmək üçün müəyyən laborator nümunələr götürülməli ola bilər ki, həmin laborator nümunələr də götürüldükdən sonra həmin tibb müəssisəsi tərəfindən xüsusi maşınlar vasitəsilə laboratoriyalara çatdırılmalıdır. Və artıq bu proses zamanı da müvafiq qurumlar Səhiyyə Nazirliyinə mütləq şəkildə məlumat verilməlidir. Daha sonra əgər xəstəlik hadisəsi təsdiqlənərsə, həmin şəxsə həkim infeksionist tərəfindən müalicə təyin olunmalıdır. Həkim infeksionist nəzarəti altında müalicə olunmalıdır. Xəstənin təmasları mütləq şəkildə ayırd olunmalıdır. Yəni iş təmasları olsun, ailə təmasları olsun, həmin təmaslar üzərində nəzarət aparılmalıdır. Əgər lazım olarsa təmaslara da dediyim kimi peyvənd tədbirləri görülə bilər. Və mütləq şəkildə yenə də dezinfeksiya tədbirləri. Həm xəstəxanada dezinfeksiya tədbiri, məsəl üçün xəstə artıq qospitalizasiya olunub sağaldıqdan sonra, xəstəxanadan çıxdıqdan sonra xəstəxanada dezinfeksiya tədbirləri görülür. Həm də həmin xəstənin evində, iş yerində
dezinfeksiya tədbirləri görülməlidir. Bəli, biz mövzumuzu davam etdirəcək. Bugün bir daha axşam çağında sağlamlığımızın necə deyirlər, tədbirlərini görməyə çalışırıq. Necə qoruya bilərik, necə möhkəmləndirə bilərik sağlamlığımızı, xəstəliklər necə edək ki, bizdən yan keçsin və hər birimiz bunu edə bilərik. Əlbəttə ki, burada məsafələr də saxlamaq lazımdır. Əgər qarşı tərəf məsələn bu xəstəliklərə tutulubsa artıq biz məsafəmizi gözləməklə, qorunma tədbirlərimizi etməklə hardasa bu xəstəliyə qalib gələ bilərik. Suallar, cavablar çoxdur əslində. İndi sual-cavab şəklində bir çarxımız var, Aygün xanım. Gəlin bərabər şəkildə dinləyək, sonra söhbətimiz öz axarı ilə davam edəcək. Bir daha xatırladıram, biz bugün epidemioloji vəziyyətə nəzarətlə bağlı danışırıq. Yəni epidemiya əleyhinə hansı tədbirlər görülür? Bu haqqda araşdırmaya çıxmışıq bərabər şəkildə. Kimlə soruşa bilərsiniz? Mən də sizə o zaman deyəcəm. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün xanım İsmailova ilə. Bir daha axşamınız xeyirli olsun, əziz Sağlam Radionun, Sağlam Həyatın dinləyiciləri. Bugün Sağlam Həyat verilişində görünməz düşmənlərə qarşı mübarizədən danışırıq. Hətta deyərdim, epidemiyalar qapımızı döymədən biz onlara qarşı çıxmalıyıq və hansı sadə addımlar bizi böyük risklərdən qoruya bilər. Çünki bəzən deyirlər ki, bir nəfəs məsafəsi var, bir damcı gigiyena var, elə biraz diqqət də var. Bütün cəmiyyəti bu sağlam, necə deyərlər, saxlaya bilir. Və bu haqda danışmaq üçün studiyamızda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri var, Aygün xanım İsmailova və o da bizə izah edir. Hissə özdə izah edir ki, bu vəziyyətlərdə biz hansı tədbirləri görürük. Ən əsas necə olur xəstəliklərin statistikası mərkəzə ötürülür, sistemə ötürülür və biraz hətta gecikmələr baş verəndə biz araşdırmaya çıxırıq, tədbirlər başlayırıq onların üzərində görməyə və sizin də suallarınız varsa, mən böyük bir məmnuniyyətlə səsləndirməyə hazıram. Bunun üçün WhatsApp nömrəmizi yəqin ki, yada salmaq lazım gələcək. O zaman 055 93 490 93-də gözləyirəm. Bir neçə sual gəlib, amma onu birazdan səsləndirəcəm. Amma sualım sizə də Aygün xanım, yenə də hansı yaşdan başlayaraq qrip peyvəndini vurdurmaq olar? Çünki peyvənd mövzusu o qədər biraz geniş bir mövzudur. Hətta ikinci saatı keçid etsək belə, mənim fikrim birinci saatda yenə qalıb bu peyvəndlənmə mövzusunda. Qrip peyvəndini kimə icazə verirsiniz məsələn? Qrip peyvəndi ümumiyyətlə dediyim kimi sentyabr-oktyabr ayından başlayaraq artıq qrip peyvəndini vurmaq lazımdır. Və qrip peyvəndini kimə vurmaq olar? 6 aydan yuxarı uşaqlara, hətta yəni başlayaraq, bu yaşdan başlayaraq biz qrip peyvəndini vurdurmağı tövsiyə edirik. Əsasən də biz qrip peyvəndini vurduranda risk qruplara ayırd edirik. Yəni kimlərdir bunlar? 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olan şəxslər, həmçinin hamilə qadınlar və ilk növbədə də tibb işçiləri, hansılar ki, insanlarla sıx təmasda olur və onların yoluxma riski daha çoxdur. Yəni bu insanlara da biz qrip peyvəndi olunmağı tövsiyə edirik. Amma yox, hər ehtimala qarşı yada da sala bilərsiniz, kimə tövsiyə etmirsiniz? Tövsiyə etməmək, belə deyim də, yəni elə bir konkret bir məfhum yoxdur ki, tövsiyə etmirik. Əlbəttə ki, hər bir ümumiyyətlə peyvənd vurdurmazdan əvvəl hər bir insan, uşaq həkim tərəfindən müayinə olunmalıdır. Yəni bu insana əgər sağlam diaqnozu, peyvənd oluna bilər diaqnozu həkim tərəfindən qoyulursa, artıq peyvənd oluna bilər. Gəlirik digər məsələlərə. Məsələn, biraz biz əvvəl danışdıq müəyyən bir infeksiyalardan, düzdür? Və bəzən quduzluq, yəni xəstəliyindən də dolayı yaranan infeksiyalar olur ki, biz bəzən ehtiyat edirik ki, birdən uşaqlarımızdan kimsə tutula bilər. Heyvan dişlənməsi nəticəsində yaranan söhbət infeksiyalardan gedir və bu hallara ümumiyyətlə necə məruz qalmaq olur? Hansı hallarda və hər hansı bir dezinfeksiya tədbirlərimi deyim, hər hansı bir qoruyucu tədbirlərimi deyim, biz görə bilərikmi özümüz, hətta heyvan dişləsə belə bizi və yaxud əzizlərimizi? Deməli, hər hansısa bir heyvanın hücumu nəticəsində, istər insana olsun, istər məsələn digər heyvana olsun, zədələnmə halı baş verərsə, bu adətən özünü zədə kimi göstərə bilər və yaxud da hər hansısa bir cırmaqlama kimi göstərə bilər. Yəni bu zədə baş verdiyi halda yaşından asılı olmayaraq biz həmin insanda quduzluq xəstəliyinə şübhələnirik. Yəni bu halda nə etmək lazımdır? İlkin olaraq yaxındakı ən yaxın tibb müəssisəsinə həmin şəxs müraciət etməlidir.
və orada artıq bu insana quduzluq əleyhinə peyvənd vurulmalıdır. Bu quduzluq əleyhinə peyvənd vurulmağından əlavə həmin heyvanın dişləmə yerindən, yəni dişləmənin lokalizasiyasından deyim, asılı olaraq immunoqlobulin də vurulmalıdır. Yəni əgər heyvan yuxarı ətrafları və yaxud da başı dişləyibsə və yaxud da cırmaqlayıbsa, yəni zədə yuxarı ətraflardan yuxarı tərəflərdədirsə, artıq bu insana quduzluq peyvəndindən əlavə immunoqlobulin də vurulmalıdır. Eyni zamanda biz bu peyvəndlərlə yanaşı tetanus xəstəliyinə qarşı anatoksinin də vurulmasını məsləhət görürük. Və həmin insana da müalicə kursunu tibb müəssisəsində cərrah təyin edir. Müalicə kursu da özü şərti və qeyri-şərti olaraq bölünür ki, bu da asılıdır nədən? Şərti müalicə kursunu biz o vaxt təyin edirik ki, həmin insanı dişləyən heyvan məlum heyvandır. Yəni bunun özünün saxladığı, evdə saxladığı pişik ola bilər, it ola bilər. Yəni həmin heyvana nəzarət edə biləcək ki, həmin heyvan 10 gün ərzində sağ qalıb və yaxud da ölür. Əgər məlum heyvandırsa, bu zaman həmin şəxsə şərti müalicə kursu təyin edilir. Yox, əgər zədə vuran heyvan naməlum heyvandırsa, hər hansısa bir küçə itidir, küçə pişiyidir, yəni biz bu heyvana artıq nəzarət edə bilməyəcəyik. O zaman bu şəxsə qeyri-şərti müalicə kursu təyin olunur. Yəni burada da bu müalicənin fərqi nədəndir? Vurulan peyvəndlərin sayına görə bu müalicə kursu fərqlənir. Eyni zamanda da məsəl üçün əgər şərti müalicə kursunda biz deyirik ki, heyvan məlum heyvandır və biz 10 gün ərzində həmin heyvanı nəzarət edirik. Əgər 10 gün ərzində heyvan ölməyibsə, şərti müalicə kursu ilə müalicə aparılır. Yox, amma əgər heyvan məlum heyvandırsa və 10 gün ərzində həmin heyvan ölürsə, artıq biz qeyri-şərti müalicə kursu ilə müalicəni davam etdirməliyik. Həmişə mən sizə deyim ki, bu haqda söz-söhbətlər çox olurdu. Xüsusən bu rayonlarda, bölgələrdə heyvan dişləmələrinə tez-tez rast gəlindiyinə görə, yəni uşaqlar daha çox küçədə, məhəllədə oynadıqlarına görə evlərinin qarşısı daha çox belə deyək də, onların küçələri sayılırdı deyə və həmişə deyirdilər ki, məsələn, əgər quduzlar, yəni heyvan dişləməsi olubsa, quduzluqdan qorxurdular valideynlər. Deyirdilər, görəsən, bir neçə gündən sonra nəzarətdə saxlayırlar. Həmin heyvan, it və yaxud da ki, ölürdüsə, o zaman daha ciddi yanaşırdılar da bu məsələyə. O gözləməmək lazımdır, belə deyim. Artıq zədə olan andan etibarən, çünki yəni bunu da nəzərə çatdırmaq istəyirəm ki, quduzluq ölümcül bir xəstəlikdir. Yəni quduzluq əgər vaxtında düzgün müalicə təyin olunmursa, düzgün bu peyvənd kursunu düzgün aparmırsa, artıq bu ölümlə nəticələnən bir xəstəlikdir. Ona görə də valideynlərimizi diqqətli olmağa, yəni uşaqda hər hansısa bir cırmaq izi, hər hansısa bir dişləmə olarsa, mütləq şəkildə uşağı peyvənd elətdirmək lazımdır. Baxaq görək hansı suallar gəlib sizə. WhatsApp nömrəmizi yada salaq. WhatsApp 055 93 490 93. Salam, axşamınız xeyir olsun. Sualım qonağınıza da peyvəndlərin saxlanma şəraiti niyə önəmlidir? Peyvəndlərin saxlanma şəraiti niyə önəmlidir? Çünki biz ümumiyyətlə peyvəndləri canlı və cansız peyvəndlər olaraq ayırd edirik və hər bir peyvəndin istiyə, istiliyə və yaxud da soyuğa həssaslıq dərəcəsi var. Yəni elə peyvəndlər vardır ki, onlar istiliyə çox həssasdırlar. Biz onları belə deyim, peyvəndlər bilirsiniz ki, soyuducularda saxlanılır. Və həmin peyvəndin istiliyə və yaxud da soyuğa həssaslıq dərəcəsinə görə onların soyuducuda özlərinin saxlanma yerləri vardır ki, bu da onların effektivliyinin düzgün saxlanmağına gətirib çıxardır. Yəni peyvəndin düzgün saxlanılmaması belə deyim, çox ağır bir problemə gətirib çıxartmır, amma ən azından onun effektivliyi itir. Yəni biz onu vursaq belə, uşağa həmin peyvənd olunsa belə, artıq uşaqda immunitet yaranmaya bilər. Ona görə də peyvəndləri mütləq şəkildə biz soyuq zəncir sistemi dediyimiz bir sistemdir ki, həmin peyvəndlərin həssaslıq dərəcəsinə görə soyuducuda düzgün yerləşdirmə qaydalarına nəzarət edirik. Hətta Aygün xanım, mənim yadımdadır ki, pandemiya dövründə elə şəxslər olurdu ki, evini tərk edə bilmirdi. Yəni yataq xəstəsi olurdular. Onlara icazə verilmirdi də ümumiyyətlə evdən çıxmağa və tibb yəni müəssisəsindən dəvət olunurdular həkimlər, ümumiyyətlə bu tibbi briqada və onlar da bu zəncir
bu sistemlə, Soyuq rejimlə zəncir bəli sistemi ilə, əməl edirdilər ki, peyvəndinin saxlanma termoçantalar deyilir. Bəli, Biz məsəl bəli. üçün elə tibb məntəqələri, elə Ki, tibb qorunurdu, müəssisələri olur ki, saxlanılırdı. onların deyək ki, soyuducuları işləmir. Ya soyuducu var, amma uzaq tibb məntəqəsidir. İşıqlar tez-tez yanır, sönür. Elə məntəqələrdə biz məsləhət görürük ki, fiksə olunmuş, yəni müəyyən bir gün təyin olunur və həmin gündə də həmin tibb məntəqəsinin həkimləri gedir, Mərkəzi rayon xəstəxanasından termoçantalarda peyvəndləri gətirirlər həmin məntəqəyə və termoçantada o peyvəndi saxlayaraq həmin gün ərzində müəyyən olunmuş uşaqlara peyvənd eləyirlər. Və çox önəmlidir dinləyicimizin sualına qüvvət olaraq deyək ki, bəli, saxlanma şəraiti peyvəndlərin çox vacibdir, çox önəmlidir. Buna diqqət etmək məncə də lazım gəlir. Ona görə həmişə diqqətli olurlar tibbi briqada. Qayıdaq digər suallarımıza. Məsələn, dezinfeksiya tədbirləri barəsində biraz istəyirəm ki, danışaq. Əsasən kimlər tərəfindən bu tədbirlər görülür və necə aparılır dezinfeksiya tədbirləri? Dezinfeksiya tədbirləri, yəni xəstəlik ocağında dezinfeksiya xəstəlik törədən mənbənin aşkar olması və onun ləğvinə qarşı deməli yönəlmiş tədbirlərdir. Dezinfeksiya tədbirləri Bakı şəhər dezinfeksiya mərkəzi, eyni zamanda da şəhər rayon gigiyena epidemiologiya mərkəzlərinin dezinfeksiya şöbələri tərəfindən aparılır bu tədbirlər ki, bu tədbirləri də aparan həkim dezinfeksionistlərdir, təlimatçılardır və dezinfektorlardır. Yəni bu işçilər həmin bu tədbirləri aparır. Dezinfeksiya tədbirləri özü deməli aparılır, profilaktik dezinfeksiya tədbirləri olur, cari dezinfeksiya tədbirləri olur və yekun tamamlayıcı dezinfeksiya tədbirləri olur. Nədir bunlar? Yəni profilaktik dezinfeksiya dedikdə biz xəstəliyin olub-olmamasından asılı olmayaraq aparılan dezinfeksiya tədbirləri nəzərdə tutulur ki, bu da adətən müəyyən idarə və şirkətlər tərəfindən deməli bağlanmış müqavilə əsasında aparılır. Daha sonra cari dezinfeksiya. Cari dezinfeksiya dedikdə xəstəlik ocağında, yəni xəstə aşkarlanıb, amma xəstə deyək ki, hospitalizasiya olunmayıb, elə evdə qalır. O zaman elə xəstənin olduğu məkanda bu cari dezinfeksiya xəstənin yaxınları tərəfindən aparıla bilər. Yəni mütəmadi olaraq qabların təmizlənməsi, xəstənin istifadə etdiyi səthlərin yaş nəm üsulla təmizlənməsi, otağın havasının tez-tez təmizlənməsi, dəyişdirilməsi, bu artıq cari dezinfeksiya sayılır ki, bu da həmçinin xəstəliyin yayılmasının, yəni sağlam şəxslərin yoluxmasının qarşısını almaq məqsədi ilə aparılır. Bir də təbii ki, yekun dezinfeksiya var, yəni tamamlayıcı dezinfeksiya vardır ki, yekun dezinfeksiya artıq xəstəlik yəni xəstə sağaldıqdan sonra və yaxud da xəstə hospitalizasiya olunduqdan sonra evdə, iş yerində ya da xəstəxanadan evə yazıldıqdan sonra xəstəxanada aparılan dezinfeksiya tədbirləri, bunlar yekun dezinfeksiya tədbirləridir. Bir də deməli belə bir dezinfeksiya tədbirləri var ki, xəstə hər hansısa bir xəstəlik olduqda, məsəl üçün vəba kimi, bağırsaq infeksiyaları kimi xəstəliklərdə onların məsəl üçün paltarlarıdır, istifadə etdiyi əşyalardır, deməli pastelləridir. Bunların da ayrıca dezinfeksiya etmək üçün belə bir şöbələr olur ki, onlarda ayrıca dezinfeksiya olunur. Aydındır. Risk qruplarına aid olan insanları necə təyin edə bilirsiniz? Necə müəyyənləşdirə bilirsiniz? Risk qrupları epidemioloji təhlilin əsas istiqamətlərindən biridir. Onların təyin olunması. Nəyə görə biz yəni risk qruplarını təyin edirik? Çünki risk qruplarına daxil olan şəxslər bunların xəstələnmə, ağırlaşma, ölüm göstəriciləri daha yüksəkdir və xəstələnmə halları da bu insanlar arasında yüksək olduğuna görə onların xəstəliyə yayılma ehtimalı da daha yüksək olur. Ona görə də bu şəxslərin müəyyən edilməsi çox vacib bir istiqamətdir və bunların da təyin olunması nəyə əsasən olur? Yəni risk qrupları müəyyən xəstəliklərdə və yaxud da xəstəliyin törədicisindən, yayılmasından asılı olaraq müxtəlif risk qrupları ayırd edilə bilər. Məsəl üçün qrip xəstəliyində dediyim kimi biz risk qrupu olaraq ayırd eləmişik xroniki xəstə şəxsləri, 65 yaşdan yuxarı şəxsləri, hamilə qadınları,
və tibb işçilərini. Yəni bunlar qrip xəstəliyi üzrə xüsusi risk qrupuna daxil olan şəxslərdir ki, biz bu şəxsləri ilk növbədə peyvəndləməyə cəlb etmək istəyirik ki, həmin şəxslər xəstələnməsin. Çünki xəstələndikdə xəstəliyi ağır keçirmə riski çoxdur və xəstələndikdə ətrafdakı insanları da yoluxdurmaq ehtimalı daha çox olur. Ona görə də bu şəxslərin müəyyən edilməsi və onların belə deyim, onlara qarşı profilaktik tədbirlərin görülməsi çox mühüm əhəmiyyət kəsb edir. Bir halda ki, yoluxmadan danışdınız. Yoluxma zəncirini necə təhlil edirsiniz? Məsələn, nə qədər yoluxub şəxs? Bunları da izah eləsəz yaxşı olar. Necə izlənilir bu ümumiyyətlə? Yoluxma zənciri dedikdə biz nəyi nəzərdə tuturuq? Yəni yoluxma zənciri yoluxma mənbəyi, yəni hər hansı bir mənbədə xəstəliyin baş verməsi və o mənbədən xəstəliyin digər orqanizmə keçərək orada xəstəlik törətmə prosesidir. Yəni bu zəncir özü bir neçə halqadan ibarətdir. İlkin halqa xəstəlik mənbəyidir. Yəni xəstəlik hardan əmələ gəlir, harda yayılır xəstəlik. Daha sonra törədici amilləri aydınlaşdırırıq. Yəni bu ola bilər virus, ola bilər bakteriya, ola bilər göbələk, ola bilər. Onların ötürülmə mexanizmi, ötürülmə yolları aydınlaşdırılır və ən sonda da əlbəttə ki, həssas orqanizm, yəni həmin bu virus, mikrob müəyyən yolla gəlir, həssas orqanizmə daxil olur və daxil olduğu orqanizmdə də yenidən xəstəlik törədir. Ona görə də bu zəncirin hər hansısa bir müəyyən halqasının müəyyən edilməsi və bu zəncirin bir halqasının belə qırılması artıq xəstəliyin ləğv edilməsində böyük əhəmiyyət kəsb edir. Bunun üçün də biz müəyyən tədbirlər görürük. Məsəl üçün, yoluxma mənbəyində həmin yoluxucu orqanizmin, yoluxmuş orqanizmin aşkar olunması. Aşkar olunduqdan sonra əlbəttə ki, müalicə tədbirlərinin görülməsi, həmçinin xəstənin izolə olunması, dezinfeksiya tədbirlərinin görülməsi və həssas orqanizmin aydınlaşdırılması, həssas orqanizmə qarşı profilaktik tədbirlərin görülməsi, həmin həssas orqanizmin immunitetinin artırılması, peyvənd işlərinin görülməsi və yaxud da ötürülmə yollarının qarşısını almaq üçün fərdi qoruyucu vasitələrdən, maskalardan istifadə olunması, əllərin tez-tez yuyulması, gigiyenik qaydalara riayət olunması, yəni bunlar hər birinin görülməsi həmin bu zəncirin qırılmasına gətirib çıxardır. Epidemioloji vəziyyətdə hələ təhlilində gəlib çatırıq yavaş-yavaş. O da müəyyən bir vaxt aparır, o da müəyyən bir izləmə tələb eləyir. Epidemioloji vəziyyətin bu barədə də danışın, sonra reklamlarımız olacaq. Epidemioloji vəziyyətin təhlili də dedikdə biz əlbəttə ki, ilkin olaraq, yəni biz bunu nəyə görə aparırıq? Həmin xəstəliyin ayırd olunmasına, müəyyən olunmasına və xəstəliyin müəyyən bir ərazidə, belə deyim, artıb azalmasına nəzarət edirik. Yəni bu xəstəlik yaranıb, xəstəliyin yaranma səbəbini ilk növbədə aydınlaşdırmalıyıq. Xəstəlik nəyə görə yaranıb? Daha sonra xəstəliyin yayıldığı əhalini biz müəyyən edirik. Əhalinin hansı yaş qruplar arasında yayılıb xəstəlik, hansı cinslər arasında yayılıb xəstəlik və yaxud da xəstəliyin yayılmasında mövsümün hər hansısa bir təsiri varmı? Yəni mövsümdən asılı olaraq xəstəlik artır ya azalırmı? Həmin xəstəliyə görə ölüm göstəricilərini təhlil edirik. Yəni bu xəstəlikdən ölüm halları nə qədər aşkar olunub, nə qədər təsadüf eləyir və bütün bunları müəyyən edib təhlil etdikdən sonra da biz xəstəliyin dinamikasını öyrənmiş oluruq. Xəstəlik artıbmı, azalıbmı və yaxud da stabil olaraq qalıbmı və xəstəlik deyək ki, müəyyən bir risk qrupu varmı, xəstəliyin yayılması üçün hər hansısa bir həssas əhali qrupu varmı, hər hansısa bir yaş qrupunda daha çoxmu qeydə alınır. Yəni bütün bunların hər birini biz epidemioloji təhlil nəticəsində müəyyənləşdiririk. Hesabatlara gələcək, amma deyəsən o da biraz vaxt aparacaq. Gəlin belə eləyək, bir balaca fasilə elan edək. Siz də dincəlin, istirahət edin və bu mövzunu davam etdirək. Çünki irəliləyən dəqiqələrdə biz aylıq və illik hesabatların göstəricilərinə bir nəzər yetirəcəyik Aygün xanımın sayəsində və statistik məlumatlar yəqin ki, çox-çox maraqlı gələcək sizə. Düzdür, biz indi sadalamayacaq o statistik məlumatları, amma hansı qurumlara, məsələn, bunlar da sonradan təqdim olunur. Bu da vacib bir məqamdır və peyvəndləmə proqramlarında epidemioloji şöbənin rolunun bir fəaliyyətinə də nəzər yetirəcəyik. Aygün xanım İsmailova bizə bu haqda da birazdan məlumat verəcək. Hələlik isə bizi reklamlar gözləyir. Sağlam Radioda dostlar. Sağlam həyatdasınız dostlar, bir neçə sualımız var. Onu da Aygün xanıma mütləq şəkildə çatdırmalıyıq, çünki vacib suallardır. Aygün xanım,
aylıq və illik hesabatlara yavaş-yavaş gəlmək istəyirəm. Hansı göstəricilər əsasında bu hesabatlar hazırlanır? Aylıq və illik hesabatlar Respublika Gigiyena Epidemiologiya Mərkəzinin epidemiologiya şöbəsi tərəfindən hazırlanır. Bunlar həm yoluxucu xəstəliklərin qeydiyyatı üzrə hazırlanır, həm də əhalinin peyvəndləmə əhatəsinə görə hazırlanır. Yəni iki hesabat növü hazırlanır bizdə. Şöbə olaraq yoluxucu xəstəliklərin qeydiyyatı üzrə hesabatını biz hazırlayırıq. Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi dediyimiz həmin elektron sistem vasitəsilə, yəni həmin sistemdən götürdüyümüz məlumatlar əsasında biz hər ay, ayın sonunda aylıq hesabat hazırlayırıq ki, bunu da bizə yəni rayon, şəhər, rayon gigiyena epidemiologiya mərkəzlərinin verdikləri, həmin o sistemə daxil etdikləri məlumat əsasında hazırlanır. Həmin ay ərzində respublika ərazisində qeydə alınan infeksion xəstəliklərin hesabatı buradan çıxarılır. Bu hesabat deməli statistik olaraq, yəni say etibarilə olur, əhalinin yaşına görə olur, cinsinə görə olur. Yəni bu məlumatlar əsasında hesabat hazırlanır. Aylıq hesabatların əsasında da biz hər ilin sonunda illik hesabatlar hazırlayırıq ki, bunlar da artıq respublika üzrə illik göstəricilər əsasında hazırlanır. Statistik məlumatlar da sonra müəyyən bir qurumlara əlbəttə ki, göndərilir. Belə deyim, hər ay hazırladığımız məlumatlar Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən ilkin olaraq Səhiyyə Nazirliyinə ötürülür və həmçinin də aylıq və illik olaraq da Dövlət Statistika Mərkəzinə ötürülür ki, daha sonra da Statistika Mərkəzi tərəfindən həmin bu məlumatlar nəşr olunur. Biraz əvvəl biz epidemioloji təhlillərdən danışdıq. Məsələn, hansı göstəricilər ən əsas bu təhlillərə aparılmasına bir növ zəmin yaradır. İstəyirəm ki, o sualı bir başqa cür tərzdə verim sizə ki, epidemioloji, məsələn, təhlil zamanı hansı göstəricilər sizin üçün çox vacibdir? Onlar əsasdır və ona əsasən artıq siz tədbirlər görməyə başlayırsınız. Epidemioloji təhlil zamanı bir sıra faktorlar əsasdır bizim üçün. İlkin növbədə biz epidemioloji təhlil apardıqda əhalinin sayını götürürük və əhalinin həmin ərazi üzrə sıxlığını götürürük. Yəni hansı sıxlıqda yaşayır həmin ərazidə əhali. Daha sonra əhalinin əlbəttə ki, yaş tərkibi, cins tərkibi öyrənilir, ölüm göstəriciləri öyrənilir, həmin ərazi üzrə olan xəstələnmə göstəriciləri öyrənilir, doğum göstəriciləri öyrənilir, yoluxucu xəstəliklərin artıb azalma dinamikası öyrənilir. Yəni bütün bu göstəricilərin hər biri bizə epidemioloji təhlil üçün əsas verir və əlbəttə ki, xəstəliyin yaranma səbəbi, yəni həmin ərazidə xəstəliyin yaranma səbəbi nə ola bilər? Bəlkə elə hər hansısa bir infeksiya, hər hansısa bir su mənbəyi ilə əlaqədar ola bilər yayılması. Yəni bu da mühüm bir əhəmiyyət kəsb edir ki, həmin ərazi üzrə epidemioloji təhlil aparılaraq qiymətləndirilmə aparılsın. Qaynaq da bəlli olur. Bəli. Yəni biz ilkin növbədə epidemioloji təhlili apardıqda bizim ilkin marağımız odur ki, mənbə tapılsın. Yəni artıq mənbəni tapdıqdan sonra əlbəttə ki, oradakı xəstəliyin yayılmasının qarşısını almaq, həmçində xəstəliyi ləğv etmək daha asandır olur. Peyvəndlənmə proqramlarına yenə biraz gəlmək istəyirəm. Bu proqramlarda epidemioloji şöbənin özünün müəyyən bir göstərici deyim, işləri var, vəzifəsi var, rolu var. Bəlkə biraz tanış edəsiniz bizə onlarla bağlı. Bizdə Respublika Gigiyena Epidemiologiya Mərkəzinin epidemiologiya şöbəsində ayrıca immunoprofilaktika bölməsi vardır ki, hansı ki bu bölmə sırf peyvəndə nəzarət eləyir. Yəni ölkəyə daxil olan peyvəndlərin hər biri Səhiyyə Naziri tərəfindən, ölkəyə peyvənd də Səhiyyə Naziri tərəfindən daxil edilir və daha sonra həmin peyvəndlərlə peyvənd işi ilə məşğul olan bütün dövlət tibb müəssisələrinə həmin peyvəndlər paylanılır. Və bu peyvəndlərin həmin tibb müəssisələrinin paylanmasından başlanılmış, peyvəndlərin saxlanılması, istifadə olunmasına qədər olan bütün proseslərə də rayon gigiyena epidemiologiya mərkəzlərinin epidemioloqları nəzarət edir. Yəni daim nəzarət altında saxlayır bu prosesi. Eyni zamanda da bayaq statistik məlumatlardan danışdıq. Hər ayın sonunda dövlət tibb müəssisələri hansılar ki peyvənd işi ilə məşğul olur, rayon, şəhər, rayon gigiyena epidemiologiya mərkəzlərinə müəyyən bir hesabat forması doldurub verir ki, bu hesabat formasında da həmin ay ərzində
həmin tibb müəssisəsinin gördüyü peyvəndlə göstəricilər qeyd olunur ki, daha sonra bu göstəricilər rayon gigiyena epidemiologiya mərkəzlərində yığılaraq, təhlil edilərək Respublika Gigiyena Epidemiologiya Mərkəzinə göndərilir ki, burada da artıq bütün respublika üzrə, eyni zamanda da Bakı şəhəri üzrə ayrıca statistik məlumatlar yığılır. Və dediyim kimi, statistik məlumatlardan əlavə də həkim epidemioloqlar mütləq şəkildə həmin peyvəndlərin saxlanma şəraitinə, soyuq zəncir şəraitinə nəzarət edirlər və peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb olunması prosesinə nəzarət edirlər. Uşaqlardan danışdınız. Biraz əvvəl də yenə dinləyicimiz yazmışdı ki, məsələn, necə qoruya bilərik övladlarımızı? Məsələn, peyvəndin özü hansı xəstəliklərdə vacibdir, mütləq şəkildə olunmalıdır? Bəzən bizə də belə bir suallar gəlir, ya da belə bir valideynlər belə bir fikirlə bizə müraciət edirlər ki, peyvənd elətdirmirəm, elə uşağım xəstələnəcək, xəstələnəndən sonra onsuz da immunitet yaranacaq. Yəni bu halı peyvənd olunmaqdan daha üstün tuturlar. Amma biz həmişə deyirlər ki, xəstəliyi keçirək ən yaxşısı, nəinki peyvənd olmaq. Bəli, yəni bu fikirdə olan valideynlərimiz çox təəssüf ki, çoxdur. Və bizim onlara həmişə bildirdiyimiz fikir bu olur ki, düzdür, bəzi infeksion xəstəliklər vardır ki, onları keçirdikdən sonra orqanizmdə təbii immunitet yaranır. Məsəl üçün, deyək ki, qızılca xəstəliyi, yəni və yaxud da məxməriyə xəstəliyi. Bu xəstəliyi keçirdikdən sonra orqanizmdə immunitet yaranır. Amma biz düşünmürük, yəni o tərəfinə baxmırıq ki, bəs bu xəstəliyin ağırlaşması var axı. Yəni hər bir xəstəliyin müəyyən ağırlaşmaları olur və heç kim qarantiya verə bilməz ki, hər hansısa bir şəxsin övlad xəstələndikdə, ya həmin şəxsin özü xəstələndikdə bu xəstəlik ağırlaşmalarından nəticələnməyəcək. Belə ki, məsəl üçün qızılca xəstəliyində karlıq, korluq kimi ağırlaşmalara gətirir, ensefalopatiyalar kimi ağırlaşmalara gətirir. Hətta ölüm hallarına belə rast gəlinir. Difteriya çox ağır bir xəstəlikdir. Bu xəstəliyin özündən çoxlu sayda ölüm halları qeydə alınır. Həmçinin də poliomiyelit xəstəliyi vardır ki, bu xəstəlikdən sonra ətraflarda iflic xəstəliklər əmələ gəlir. Yəni düzdür, immunitet bəlkə də yarana bilər bu xəstəliyi keçirdikdən sonra, amma bu ağırlaşmaları da ölüm hallarında nəzərə almaq lazımdır. Ona görə də peyvənd olunmaqla biz həmin immuniteti yenə də qazanırıq, amma daha təhlükəsiz və belə deyim, idarə olunan bir şəkildə qazanmış oluruq peyvənd olunmaqla. Və bir də məsəl üçün deyək ki, biz qızılca tutduq, qızılca xəstəliyinə qarşı immunitetimiz yarandı. Amma ölkədə tətbiq olunan qızılca peyvəndi 3 komponentli peyvənddir. Yəni qızılca, paratit, məxmərək. Yəni biz bir peyvəndi vurdurmaqla övladımıza onu artıq 3 xəstəlikdən qorumuş oluruq. Həm qızılca xəstəliyindən qorumuş oluruq, həm epidemik paratit xəstəliyindən qorumuş oluruq. Hansı ki, oğlanlar üçün daha bəli, xüsusi epidemik vacibdir. paratit oğlanlar üçün xüsusilə vacibdir, sonsuzluğa gətirib çıxara bilir bu xəstəliyin ağırlaşmaları. Məxmərək xəstəliyindən qorumuş oluruq ki, məxmərək xəstəliyi də hamilə qadınlarda çox ağır fəsadlar törədir, yəni dölün məhv olmasına qədər gətirib çıxara bilir. Yəni bir peyvəndlə siz özünüzü və yaxud da övladınızı 3 xəstəlikdən qorumuş olursunuz. Deməli, sentyabr ayında əgər biz vurdursaydıq, artıq rahat ola bilərdik. Eləmi? Qripə görə. Ümumiyyətlə baxın, adını çəkdiyiniz xəstəliklər. Adımı çəkdim. Yəni ki, müəyyən məsəl üçün qrip peyvəndi mövsümü olan bir peyvənddir. Yəni hər mövsüm sentyabr, oktyabr ayından başlayaraq bu peyvənd ölkəyə gəlir və bu peyvəndin də bu mövsümdə, bu aylarda vurulmasını tövsiyə edirik. Amma digər peyvəndlərimiz vardır ki, hansılar ki bizim profilaktik təqvimimizə daxildir. Yəni sırf uşaqlar üçün nəzərdə tutulmuş peyvəndlərdir ki, onlar da hər bir deməli uşağın hər bir yaşına uyğun olan müəyyən vaxtlar vardır ki, uşaqları həmin vaxtlarda həmin peyvəndlərə gətirmək lazımdır. Təhlükəsizdir bir mənalı şəkildə peyvəndlər. Əlbəttə ki, ölkəyə daxil olan bütün peyvəndlər təhlükəsizdir. Ölkəyə daxil olan bütün peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən gətirilir və bütün peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş, prekvalifikasiya olunmuş peyvəndlərdir. Yəni dövlət tibb müəssisələrində tətbiq olunan bütün peyvəndlər təsdiqlənmiş, tam deməli təhlükəsiz peyvəndlərdir. Əhali qrupları üzrə xəstəlik göstəriciləri necə fərqlənir?
Əhali qrupları üzrə xəstəlik göstəriciləri, deməli, bunlarda bir sıra fərqləndirmək üçün bir sıra amillərdən istifadə edirik. Məsəl üçün, yaş qruplarına görə ayırd edə bilirik. Bunlar nəyə ayırd edirik burada? Yaş qrupları üzrə götürdükdə uşaqları məsəl üçün götürsək, uşaqlarda infeksion xəstəliklərə tutulma riski daha çoxdur. Və yaxud da orta yaşlı əhalidə xroniki xəstəliklərin qeydə alınması daha çox olur. Yəni artıq yəni ki, bu göstəricilər əsasında da biz yaş qruplarına görə xəstəliyin yayılmasına nəzarət edirik. Və yaxud da cinslərə görə ayırd etdikdə qadınlarda deyək ki, hormonal xəstəliklər daha çox rast gəlinir, amma kişilərdə ürək qan damar sistemi xəstəlikləri daha erkən yaşlarda olur. Həmçinin kişilərdə qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, ağciyər xərçənginə daha çox rast gəlinir. Sonra sosial-iqtisadi amillər təsir edə bilər. Yəni ki, yaşayış səviyyəsindən, əhalinin gəlir səviyyəsinə görə yaşayış səviyyəsindən də asılı ola bilər. Yaşadığı əraziyə görə, yəni məsəl üçün kənd rayonlarda yaşayan insanlarda deyək ki, travmalar daha çox olur və yaxud da parazitoloji xəstəliklərə yoluxma riski daha çox olur. Amma şəhər əhalisində stressə dayanıqlı xəstəliklər, az hərəkətliliklə əlaqədar olan xəstəliklər daha çox olur. Həmçində iş şəraiti özü də təsir eləyir buna. Belə ki, ofis şəraitində işləyən insanlarda onurğa sütunu deyək ki, problemləri çox olur və yaxud da kompüter qarşısında işlədiyimizə görə bizdə görməklə bağlı problemlər daha çox olur. Aydındır. Və aparılan tədbirlərin əlbəttə ki, biraz dəyərləndirilməsi, qiymətləndirilməsi məsələsi də bu yəqin ki, mənim sonuncu sualım olacaq bugünkü proqramımızda və istəyirəm ki, siz də deyəsiniz. Məsələn, necə bilə bilərik ki, biz bir əhalinin nümayəndəsiyik. Biz sizin vasitənizlə bildik ki, bu tədbirlər həyata keçirilir və çox da ciddi nəzarət var bunun üzərində və ən əsas da bu aparılan tədbirlərin effektivliyi mi deyim, məsələn, səmərəliliyi mi deyim, necə bunu biz bilə bilərik? Aygün xanım, və siz necə bunu qiymətləndirirsiniz? Bu suala da zəhmət olmasa cavab verərdiniz? Aparılan tədbirlərin effektivliyi qiymətləndirmək bizim üçün də çox vacib bir nüansdır. Yəni bu elə bil ki, bizim işimizin bir göstəricisidir. Hesabatı da hətta deyərdim. Bir hesabatıdır ki, biz nəyə nail olduq. Bunun da ilk növbədə belə dəyərləndiririk. Deyək ki, əgər hər hansısa bir ocaqda, hər hansısa bir infeksion xəstəlik qeydə alınırsa, o zaman biz həmin infeksion xəstəliyin həmin ocaqda çalışırıq ki, artıq xəstəlik yayılmadan, digər əhali qruplarını da xəstələndirmədən həmin xəstəlik ləğv olunsun. Və yaxud da ki, həmin xəstəliyə uyğun olaraq biz həssas qrupları ayırd edirik. Onların peyvəndlə müəyyən deməli xəstəliyə görə də onun əgər mümkündürsə peyvəndlə əhatəsini təmin edirik. Yəni həmin o peyvəndlə əhatə faizimiz də bizim nə qədər yüksək olarsa, bu deməkdir ki, bizim artıq göstərdiyimiz fəaliyyətimizin nəticəsi də yüksəkdir. Yəni əhalinin peyvəndləmə faizi nə qədər yüksəkdirsə, həmin əhalinin həmin xəstəliklərə yoluxma riski də bir o qədər az olur. Yəni biz uşağımızı, övladımızı peyvəndləməklə nəinki övladımızı qorumuş oluruq, həm də onun ətrafındakı insanları da qorumuş oluruq ki, bunlar da yəni ki, çox əhəmiyyət kəsb edir. Əslində bu bir, deyək ki, bu tədbirlər ki, hansı ki, sadaladınız, çox doğru vurğuladınız. Yəni bu bizim təkcə özümüzə aid olan məsələ deyil. Ətrafımızdakı insanlara, ailəmizə qarşı bir növ, necə deyim, hörmətdir. Bəli. Yəni biz bu maskanı taxırıqsa, hər hansı bir gigiyenik vasitələrdən istifadə edirsə, bu bizim qarşımızdakı insana olan hörmətimizdir. Yəni biz onu da qorumağı düşünməliyik. Egoistcəsinə davranmamalıyıq. Ay mənə heç nə olmayacaq və yaxud da ki, olsun da. Yəni bu cür olmaz münasibət bəstərmək. Çox düzgün vurğuladınız. Ona görə çox sağ olun deyirəm. Təşəkkür edirəm və sonda da dinləyicilərimizə bir daha mənə gəlir ki, tövsiyə edirik ki, daha diqqətli olsunlar. Mövsümi xəstəliklər qapımızın kəndarındadır, necə deyərlər. Bir nəfərin diqqətsizliyi, necə deyərlər, xəstəliyi yayır. Ona görə də o bir nəfərin yerinə də məsuliyyəti yüzlərlə insan daşımış olur da. Növbədə, yəni mövsümi xəstəliklərdən qorunmaq üçün qrip peyvəndi hal-hazırda bütün dövlət tibb müəssisələrində peyvənd işlə məşğul olan dövlət tibb müəssisələrində var qrip peyvəndi və onu da bildirmək istəyirəm ki, qrip peyvəndi könüllü prinsipi ilə də əlbəttə ki, bütün peyvəndlərdə olduğu kimi və ən əsası da ödənişsiz üsulla aparılır. Yəni ona görə də vətəndaşlarımıza burada müraciət edirəm ki, həm özlərini, həm 6 aydan yuxarı uşaqlarını
peyvənd elətdirsinlər özlərini və ətrafdakı insanları bu xəstəliklərdən qorusunlar. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri idi bugün qonağımız. Həftənin ilk iş günündə Aygün İsmailova. Mən təşəkkür edirəm gəldiyinizə görə, maraqlı söhbətinizə görə. Özünüzü qoruyun siz də. Bizə tövsiyə edirsiniz, özünüzü də qoruyun və işinizdə əlbəttə ki, uğurlar arzu edirəm sizə. Təşəkkür edirəm mən ki, dəvətimizi qəbul edib gəldiniz. Və burada yekunlaşdırırıq əziz dinləyicilərimiz. Bugünkü proqramımızı tamamladıq. Suallarımızın hər birini demək olar səsləndirdik. Suallar səsləndi, cavablar da verildi və heç bir necə deyirlər sualımız cavabsız qalmadı. Dinləyicilərimizdən də gələn sualların hər birini Aygün xanım cavablandırdı. Sabah da maraqlı bir bizi mövzu gözləyəcək. Sabaha qədər deyirəm sizdən ayrılıram, amma sizi irəlidə daha bir sual-cavab şəklində çarxı dinləməyə qalır, gözləyir və dinləyirik bərabər şəkildə. Sağ olun.